Bir şey diyeceğim. Nabrandan qaydanda gördüm yolun qırağında güzel bir hanım qutab satır. Qutab bişirir satır, bişirir satır. Onun yanında bir dənə də gözəl xanım vardı. O da onun rəfiqəsi idi. İki rəfiqə qutab bişirib satırlar. Yaşlı xanımlar idi. Dedim ki, ay Allah necə gözəlsiz, nurani üzünüz var. O mənə söylədi ki, oğlum burada deyil, xaricdə yaşayır. Kaş ki qismət olardı, sən oğlumu alardım. O birisi hanım da dedi ki yo mümkün değil yani ay bala gerek biz onda evimizi satak sen almak için. Dedim niye ayana yani o qıraqdan o kadar mı imkan tələb eləyən bir hanım kimi görsənirəm. Dedi ki vallahi dedi biz qıraqdan baxanda elə görürük. Dedim yo əsla belə değil. Biz zaten özümüz onsuz da o pulu kazanırıq. İşləyirik bəli kişiden dəstək istəyərik. Niye istəmirik ki bizim nə qədər də pulumuz eve gəlsə ama kişinin ruzisi bir hanım için çok şey deməkdir. Ona göre de bizi qıraqdan elə görməyin ki biz her şey istiyoruz.